Tez amma dadlı yemək hazırlamaq istəyirsinizsə mütləq kartoflu zapikanka hazırlayın. İlkin olaraq öncədən bişirdiyim kartofdan püre hazırladım. Bunun üçün kartofun üzərinə biraz kərə yağı, qaymaq, duz və istiot əlavə etdim. Başqa ədviyyat qatmağa ehtiyac belə yoxdur. Çox dadlı alınır. Yaxşı qarışdırıb püreni hazırladım. Daha sonra kərə yağında xırda doğranmış soğanı qızıl rəng alana qədər qovurdum. Üzərinə çəkilmiş ət əlavə edib bir yerdə qovurduqdan sonra üzərinə pomidor əlavə etdim. Əslində pomidor əlavə etməyə də bilərsiniz. Onsuz da çox ləzzətli alınacaq. Ədviyyatlardan isə duz, istiot, sarı kök və paprika əlavə etdim. Tam ət bişənə qədər hamısını bir yerdə bişirdim. Ət hazır olduqdan sonra zapikankanı yığmağa başladım. Bişirmə qabına birinci lay olaraq kartof püresini əlavə edirəm. Üzərindən hazırladığım əti əlavə edirəm. Ətin də üzərini kartof püresi ilə bağlayıb üzərinə bol rəndələnmiş Holland pendiri əlavə edirəm. Pendir tam əriyənə qədər sobada bişirirəm. Dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.